Salam, hər birinizi xoş gördük dəyərli abituriyentlər. Bildiyimiz kimi bugün Dövlət İmtahan Mərkəzi tərəfindən ikinci qruplar üçün birinci blok imtahanı keçirildi. Bu videoda mən sizə coğrafiya fənnindən düşən sualların izahını verəcəm. Başlayaq. Birinci testə baxaq. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edək. Ekvatorial meşələr, qütb səhraları və iynəyarpaqlı meşələr təbii zonaları verilmişdi. Hər birinə aid olan xüsusiyyətləri seçib uyğunlaşdıracağıq. Rütubətli əmsalı vahiddən böyükdür. Bu fikir hər üçünə aid olacaq. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunmuşdur. Bu iynəyarpaqlı meşələr mülayimin kəskin kontinentalı və qütb səhralarına aid olacaq. Əsasən həmişəyaşıl ağaclardan ibarətdir. Bu fikir isə ekvatorial meşələr və iynəyarpaqlı meşələrə aid olacaq. Ərazisində fəsillər aydın müşahidə edilmir. Ekvatorial meşələr və qütb səhralarına aid olacaq bu fikir. Günəşin zenitdə olmadığı ərazilərdə yayılıb. Bu, deməli, qütb səhraları və iynəyarpaqlı meşələrə aid olacaq. Əsas iqlim qurşağında yerləşir. Bu hamısına aid olacaq. Deməli, kimyəvi aşınma və üzvü aşınma intensivdir. Bu fikirdə aid olacaq ekvatorial və iynəyarpaqlı meşələrə. Deməli, 1-ə 4, 2-ə 3, 7, 3-ə 2, 5, 4-ə 1, 6. Doğru cavab B variantı olacaq. Növbəti testə baxaq. Xəritə sxemi əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu ərazilər. Söhbət hansı ərazilərdən gedir? İsti quraq ərazilərdən gedir, səhralardan gedir. Bunun səbəbini müəyyən edin. Deməli, burada olacaq 3, 5 və 1. İsti quraq ərazilər 1, 3, 5. Sahillərinə soyuq okean cəryanlarının keçməsi olacaq. Doğru cavab C variantı. Diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizlə nisbətinin təqribi bölgüsü verilib. Bu iqlim tiplərinə aid olan düzgün fikirləri qruplaşdırın. Deməli, baxaq. 1, 2, 3. 1-də təxminən 50%-dir. Bu, yarım səhra quru çöl iqlimidir. 2-də 30%-ə yaxın mülayim isti iqlim. 3-də isə 20% soyuq iqlimdir. Baxaq. Şollar düzü üçün səciyyəvidir. Bu, yarım səhraya uyğun gəlir. Orta Araz təbii vilayətində rast gəlinmir, mülayim olacaq. Lənkəran ovalığı Qanıq Əyriçay çökəkliyində yayılıb, bu mülayim olacaq. Pambıq əkinlərinin yayıldığı ərazilər üçün səciyyəvidir, bu yarım səhraya uyğun gəlir. Respublikamızın yüksək dağlıq hissələrində yayılıb, bu da təbii ki, soyuq iqlimə uyğun gələcək. 1-ə A, D, 2-ə B, C, 3-ə Y. Doğru cavab A variantı olacaq. Növbəti testə baxaq. Xəritə sxemində hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan ümumi xüsusiyyətləri seçəcəyik. Deməli, dövlətlərə baxaq. 1 ABŞ, 2 Fransa, 3-də isə Avstraliya. Baxaq, təbii artımın birinci tipi xarakterikdir. Bu doğrudur. Əhalinin yaş tərkibində uşaqların sayı daha çoxdur. Əksinə, qocaların sayı daha çoxdur. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatında yox, xidmət sahələrində çalışır. Əsas emiqrasiya mərkəzləridir. Emiqrasiya yox, immiqrasiya mərkəzləridir. Urbanizasiya səviyyəsi yüksəkdir. Bəli, əhalinin əsas hissəsi Hind-Avropa dil ailəsinə aiddir. Bəli. 1, 5, 6. Doğru cavab Y variantı olacaq. Növbəti testə baxaq. Doğru olmayan sıraları müəyyən edin. Deməli, göllər mənşəyi və yerləşdiyi ərazi verilib. Qara göl vulkanik mənşəlidir. Vulkanik yaylada yerləşir. Doğrudur, götürmürəm. Batabat axmaz mənşəli deyil, uçqun mənşəlidir. Yanlışdır, götürəcəm. 3. Sarısı tektonik mənşəli yox, axmaz mənşəlidir. Ağgöl axmaz mənşəlidir. Mil düzündə yerləşir. Doğrudur, götürmürəm. Maral göl uçqun mənşəlidir. Murovdağda yerləşir. Doğrudur, götürmürəm. Hacıqabul axmaz mənşəlidir. Salyal düzündə yox, Şirvan düzündə. Şirvan düzünün cənub-şərq hissəsində yerləşir. Yerləşdiyi yerə görə səhvdir, götürəcəm. Doğru cavab 2, 3, 6, B variantı olacaq. Növbəti testə baxaq. A iqtisadi rayonun relyefi kür boyu düzənliklərdən, yüksəkliklərdən və dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əhəng daşı, daş salahlı bentonit gili, Ağdağ, seolit yataqları vardır. Söhbət Qazax Tovuz iqtisadi rayonundan gedir. Bu iqtisadi rayona aid olmayan xüsusiyyətləri seçək. Üzümçülük, kartofçuluq, taxılçılıq, heyvandarlıq inkişaf etmişdir. Bəli. Tərkibində daxil olan bütün inzibati rayonlar xarici ölkə ilə həmsərhəddir. Şəmkir inzibati rayonu heç bir xarici ölkə ilə həmsərhəd deyil.
Rayon ərazisindən Bakı, Tbilisi, Ceyhan, Bakı, Subsa neft kəmərləri keçir, bəli. Enerjiyə olan tələbatı Arpaçay SES ilə təmin olunur. Bu yanlışdır. Arpaçay SES Naxçıvanda yerləşir. Kənd təsərrüfatı yalnız suvarma şəraitində mümkündür. Burada dağlıq ərazilərdə, məsələn Gədəbəydə dəmiyə şəraitində də mümkündür. Bir iqtisadi rayonla həmsərhəddir. Gəncə Daşkəsənlə həmsərhəddir. Doğrudur. Səhvlər olacaq 2, 4, 5 D variantı. Uyğunluğu müəyyən edək. Uyğunluğu müəyyən edin. Qazaxıstan və Türkmənistana aid olan xüsusiyyətlərə baxaq. Ərazisində Buzati yarımadası yerləşir. Bu təbii ki Qazaxıstana aiddir. Qırğızıstanla sərhədi mövcud deyil. Qazaxıstanın Qırğızıstanla sərhədi var. Bu Türkmənistana aid olacaq. Əhalisinin əsas hissəsi türk dil qrupunun Bulqar qoluna aiddir. Bu heç birinə aid deyil ümumiyyətlə. Ərazisində çöl meşə çöl. Bu təbii ki Qazaxıstana aiddir. Çayları yalnız daxili axarsu hövzəyə aiddir. Bu Türkmənistana aid olacaq. Deməli, doğru cavab olacaq burada C variantı. Növbəti testə baxaq. Ölkəmizin əhalisi ilə bağlı doğru fikirləri müəyyən edin. Əhalinin yaş tərkibində uşaqlar üstünlük təşkil edir. Yanlışdır. Bizdə orta yaşlılar üstünlük təşkil edir. Quba, Xaçmaz və Lənkəran Astara iqtisadi rayonlarında türk dili olmayan xalqlar yaşayır. Doğrudur. Acınxor Ceyrançöldə əhali sıxlığı yüksəkdir. Əksinə, Bakı iqtisadi rayonunda əhalinin milli etnik tərkibi mürəkkəbdir. Doğrudur. Şəki-Zaqatala iqtisadi rayonunda məskunlaşmış avarlar, ləzgilər və saxurlar Qafqaz dil ailəsinə mənsubdur. Doğrudur. Kənd əhalisi əsasən miqrasiya hesabına artır. Əsasən təbii artım hesabına artır. Doğru cavablar olacaq 2, 4, 5 B variantı. Növbəti testə baxaq. Metallurgiya kombinatları əsasən yerli və idxal edilən daş kömür və dəmir filizi ilə işləyən ölkələr. Deməli, burada doğru cavab D variantı olacaq. Çin, Rusiya, Car özündə var. Fransa, İtaliya və Yaponiya idxal edir. Növbəti testə baxaq. Uyğunluğu müəyyən edin. Çaylar töküldüyü dəniz mənsəbinin yerləşdiyi ölkə. Mekong çayı biz bilirik ki, Cənubi Çin dənizinə tökülür. Deməli, bu da Vyetnama aid olacaq. Nil çayı Aralıq dənizinə tökülür. Bu da aid olacaq Misirə. Daha sonra Yukon Beringə tökülür. Bu da aid olacaq təbii ki ABŞ-a. Deməli, 1-ə 2D, 2-ə 4C. 1-ə 2D, 2-ə 4C, 3-ə 3A. Doğru cavab C variantı olacaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Ərazi və xüsusiyyətlər. Hindistan yarımadası yağıntılar il ərzində qeyri-bərabər paylanır. Bu doğru fikirdir. Biz bilirik ki, Hindistan yarımadası subekvatorialda yerləşir və yay ərzində burada yağıntılar daha çox düşür. Mesopotamiya ovalığı il boyu səpələnən radiasiya üstündür. Bu doğru fikir deyil. Əsasən düz radiasiya üstündür Mesopotamiya ovalığında. Böyük səhra iyul ayında buxarlama qabiliyyəti maksimuma çatır. Bəli, Böyük səhra biz bilirik ki, şimal tropiki ətrafında yerləşir və iyul ayında burada buxarlama qabiliyyəti, yəni havanın temperaturu maksimuma çatır. Tasmaniya adası siklonda külək saat əqrəbinin əksinə hərəkət edir. Bu yanlışdır. Tasmaniya adası cənubda yerləşir. Biz bilirik ki, cənubda siklonlar saat əqrəbi istiqamətinə hərəkət edir. Qrenlandiya səthində albedonun kəmiyyəti yüksəkdir. Bəli, Qrenlandiya əsasən örtük buzlaqlarından ibarət olduğuna görə burada albedo yüksəkdir. Yava adası günəş il boyu günorta vaxtı zenitdə olur. Bu yanlış ifadədir. 1, 3, 5 doğru cavab A variantı olacaq. Müvafiq olaraq suvarmada əsasən yayda və qışda istifadə olunan çaylar. Yayda istifadə olunursa, deməli, həmin əraziyə yağıntılar qışda düşür. Po Fərat çayları olacaq. Qışda istifadə olunan çaylarda isə yağıntılar əsasən yay aylarında düşür. Qanq, Mekong kimi muson rejimli çayları götürə bilərik. Doğru cavab B variantı olacaq. Növbəti testə baxaq. Orta illik temperaturu müsbət 20 dərəcə Selsidən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvi əlamətlər. Rütubətli əmsalı vahiddən kiçikdir, bəli. Yalnız ovalıqlar üçün səciyyəvidir, yaylalar üçün də xarakterik ola bilər. Çay əmələ gəlmə imkanları zəifdir, bəli. Enən hava axınları üstünlük təşkil edir, bəli. Sutkalıq temperatur ampludası yaranmır, əksinə yaranır və çox olur. Kimyəvi və üzvə aşıma intensiv gedir, yanlışdır. Doğrular olacaq 1, 3, 4. Y variantı. Uyğunluğu müəyyən edək. Fiziki coğrafi rayonlar və ona aid olan xüsusiyyətlərə baxaq. Dağlıq Şirvan, Kür Araz və Gəncə. Əkinçiliyin inkişafı qış otlaqlarının sahəsini azaldır. Deməli, bu xüsusiyyət aid olacaq mərkəzi Arana.
Meandrlar və axmazların yaranması imkanları genişdir. Təbii ki, bu da Kür-Araz mərkəzlərinə aid olacaq. Yayı quraq keçən mülayim isti iqlim yarım tipi mövcuddur. Bu aid olacaq Dağlıq Şirvana. Göllərə əsasən uçqun bənd mənşəlidir. Bu əlbəttə ki, Gəncəyə aid olacaq. Metallurgiya sənayesinin inkişafı üçün xammal ehtiyatları, bu da Gəncə fiziki coğrafi rayonuna aid olacaq. 1-ə C, 2-yə A, B, 3-ə D, Y. Doğru cavab Y variantı olacaq. Növbəti testə baxaq. Uyğunluğu müəyyən edin. İnzibati rayonlar Daşkəsən, Laçın və Kəlbəcər filiz faydalı qazıntı yataqları. Narzanlı civə yatağıdır, bildiyimiz kimi Laçında yerləşir. A gedəcək Laçına. Kastaq, Balakən, Zaqatala rayonlarında yerləşən polimetal filizli yatağıdır. Bu heç birinə aid olmayacaq. İpək biz bilirik ki, xromit yatağıdır. Laçında yerləşir. C gedəcək 2-yə. Hamançay biz bilirik ki, Daşkəsəndə yerləşən dəmir filizli yatağıdır. Göydərə Kəlbəcərdə yerləşən xromit yatağıdır. Deməli 1-ə D, 2-yə A, C, 3-ə isə Y. Doğru cavab C variantı olacaq. Növbəti testə baxaq. Meridian üzrə ekvatordan 0 dərəcəli azimutla 8769 km hərəkət etsək, çatdığımız məntəqədən, deməli baxaq, bu ekvator xətti olsun. Meridian üzrə, hansısa bir meridian üzrə hərəkət edib 0 dərəcəli azimutla, yəni şimal istiqamətində 8769 km gedib. Meridian üzrə getdiyinə görə 111-ə bölsək, edir 79 dərəcə. Çatır 79 dərəcə şimal enliyinə. Sonra deyir, həmin məntəqədən cənub tropik xəttinə qədər olan ən qısa məsafə. Cənub tropik xətti 23.5 cənub enliyi. Baxın, bu 79 dərəcə şimal enliyindən cənub tropikinə qədər olan məsafəni hesablayırıq. Biri şimal, biri cənub olduğuna görə toplayırıq. Eləyir 102,5 dərəcə. Onu da 111-ə vursaq, edir 11377,5 km. Doğru cavab A variantı olacaq. Növbəti testə baxaq. Uyğunluğu müəyyən edin. Qədim platforma, geosinkronal qurşaq və cavan platforma. Baxaq. Orta Rusiya yüksəkliyi bu qədim platformadır. Meksika yaylası geosinkronal ərazidir. Qərbi Sibir cavan platformadır, bildiyimiz kimi. Pont dağları Türkiyədə yerləşir, geosinkronal ərazidir. Amazon ovalığı qədim platformadır. 1-ə A, Y, 2-yə B, D, 3-ə C. Doğru cavab Y variantı olacaq. Növbəti testə baxaq. Uyğunluğu müəyyən edin. Aral dənizinin qurumasının səbəbi. Deməli, suvarmaya tələbatın artması Aral dənizinin qurumasına səbəb olmuşdur. Aral dənizinin qurumasının nəticəsi isə duzlu toz fırtınalarının torpağı yararsız hala salması. Deməli, 1-ə 3, 2-yə isə 2. 1-ə 3, 2-yə 2 doğru cavab Y variantı olacaq. Üzvə aşınmanın zəif getdiyi məntəqələri müəyyən edin. Deməli, söhbət yarım səhralardan gedir. 1, 5, 6 və 4. 1, 4, 5, 6. C variantı olacaq. Doğru cavab. Növbəti testə baxaq. Şimal yarımkürəsində tropik işıqlanma qurşağında yerləşən M məntəqəsində günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərq 33,5 dərəcə olarsa, bu məntəqə hansı coğrafi enlikdədir? Deməli, məntəqə diqqətlə baxsaq, tropik işıqlanma qurşağında yerləşir. Tropikdə yerləşirsə, deməli, bura maksimum düşmə bucağı nə qədər olacaq? 90 olacaq. Və məsələdə bizə deyir maksimum və minimum düşmə bucaqları arasındakı fərq. Yəni, 90 dərəcə çıxılsın, minimum bilmirəm nə qədərdir, x ilə işarə edirəm. Bərabərdir 33,5 dərəcə olarsa, mən buradan x-i tapıram. X edir 56,5 dərəcə. Bu nə oldu? Minimum düşmə bucağı. Və bunu gətirib düsturda minimum düşmə bucağının tapılması düsturunda yerinə qoysam, deməli, düsturumuz belə idi. 56,5 dərəcə bərabərdir 90 dərəcə çıxılsın. X üstə gəl 23,5 dərəcə. Həmin məntəqəyə günəş nə zaman minimum bucağı altında düşər? O məntəqədən ən uzaqda yerləşən tropiklə hesablayacağıq. Buradan da x-i tapsaq, x bərabərdir 90 dərəcə çıxılsın 23,5 dərəcə çıxılsın 56,5 dərəcə. Buradan da x bərabərdir 10 dərəcə. Doğru cavab Y variantı olacaq. Deməli, məntəqə 10 dərəcə coğrafi enlikdə yerləşir.
Növbəti testə baxaq. AB xətti üzrə relyef profilinə uyğun olan diaqramı müəyyən edin. Nəzərə alın ki, kəsmə yüksəklik 5 metrdir. Deməli, burada kəsmə yüksəklik 5 metrdirsə, bu hissə berikştriklər çölə doğru çəkilib, daha yuxarı bir ərazidir. Aşağıya doğru getdikcə horizontalların hündürlükləri azalır. Baxın, burada 100-dür. Sonra burada 105, üzr istəyirəm, 100, 95, burada da 90. A təxminən 90 metr olacaq. B-yə diqqətlə baxsaq, deməli, burada 110-dur. Burada isə təxminən B 105-dir. Yəni 105-dən sol tərəfdə görürük B-nin nöqtəsini. B 105. Və fikir versəz, burada 110, 115, 120. 120-dən yuxarıda olacaq. A 90, B 105. Yuxarı hissəsi isə 120. 90, 105 və 120. Doğru cavab elə D variantı olacaq. Növbəti testə baxaq. Xərti sxemdə hərflərlə göstərilmiş ölkələr üçün ümumi olan xüsusiyyətləri müəyyən edin. Deməli, B Liviya, C Yəmən, A isə Somali. Deməli, baxaq, tropik hava kütlələrinin təsirinə məruz qalırlar, bəli. İnsan inkişaf indeksinin yüksək olduğu ölkələrdir, xeyr, əksinə aşağı olduğu ölkələrdir, kasıb ölkələrdir. İqtisadi fəal əhalinin əsas hissəsi iqtisadiyyatın 3-cü və 4-cü sektorlarında çalışır. Bu səhv fikirdir, əsasən 1-ci, 2-ci sektorda çalışırlar. Əhalinin əsas hissəsi Afro-Asiya dil airəsinə mənsubdur, bəli. Ərazilərində günorta vaxtı şaquli cisimlərin kölgəsinin olmaması müşahidə edilir. Tropiklər arası və tropik xəttinin kəsdiyi ərazilər olduğuna görə günorta vaxtı kölgənin olmaması müşahidə edilir. OPEC təşkilatına üzvlər yanlışdır. 1, 4, 5. Doğru cavab C variantı olacaq. Növbəti testə baxaq. Xəritə sxemə və cədvələ əsasən doğru sıraları müəyyən edin. Deməli, A, B, D, C. Bu ərazilərə aydınlıq xüsusiyyətlərə baxaq. Düzən meşə landşaftı yayılmışdır A, C-də. A-da və C-də düzən meşə landşaftı var, bəli. Daha sonra, qışı soyuq keçən yarımsəhra və quru çöl iqlim yarımtipi yayılmışdır B və D-də. Bu fikir B-yə aiddir, D-yə aid deyil. Ölkəmizdə əhali sıxlığı ən az olan düzənliklərdir A və C. Əksinə, əhalinin sıxlığı burada daha çoxdur. 4-ə baxaq, A, D. Paleogen yaşıl çökmə süxurlar geniş yayılmışdır. Deməli, A, D-də əsasən paleogen yox, antropogen yaşlı süxurlar, 4-cü dövr çökmə süxurları geniş yayılmışdır. Orta illik yağıntıların miqdarı 500 mm-dən azdır B və D-də. Yarım səhra olduğuna görə bəli. Burada doğru cavab olacaq 1, 5. Növbəti testə baxaq. Azərbaycanın kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edin. Yarımsəhra və quru çöl iqlim şəraitində suvarma əkinçiliyi inkişaf etmişdir, bəli. Mülayim isti iqlim şəraitində həm tumlu, həm də qərzəkli meyvəçilik inkişaf etmişdir. Bu da doğrudur. Tumlu meyvəçilik Quba Xaçmaz və Şəki-Zaqatalada qərzəkli meyvəçilik mülayim isti iqlim şəraitində inkişaf etmişdir. Şabaldı və qəhvəyi torpaqların yayıldığı ərazi əkinçilik üçün əlverişli deyil, əksinə əlverişlidir. Boz və sarı torpaqlarda sitrus meyvəçiliyi inkişaf edib. Boz yox, sarı torpaqlarda inkişaf etmişdir. Yay otlaqları soyuq iqlim tipində formalaşır, bəli. Soyuq iqlimdə yay otlaqları mövcuddur. Taxılçılıq və üzümçülük yalnız dəmiyə şəraitində inkişaf etmişdir. Bu yanlışdır. Suvarma şəraitində də inkişaf etdirilir. Doğrular olacaq 1, 2 və 5. Növbəti testə baxaq. Okeanın müxtəlif çökəkliklərinə exolotdan göndərilmiş səs siqnalı birinci çökəkliyin dərinliyinin 6900 metr, ikinci çökəkliyin dərinliyinin 4800 metr olduğunu müəyyən etmişdir. Bu çökəkliklərə səs siqnalının gedib qayıtma müddətləri arasındakı fərqi hesablayın. Deməli, 6900 metri 1500-ə bölsək və 2-yə vursaq, alırıq 9,2. Daha sonra 4800 metri 1500-ə bölsək, 2-yə vursaq, alırıq 6,4. Bunların arasında fərq də 9,2 çıxılsın 6,4 edir 2,8. Əgər 2,8 yazmışsınızsa, doğru yazmışsınız. Növbəti testə baxaq. Doğru fikirləri müəyyən edin. Ölkənin qonşu ölkələrə nəzərən mövqeyi makro mövqeyi adlanır. Qonşu ölkələrə nəzərən mövqeyi mikro mövqeyi adlanır. Xəzər sahillərində yerləşən yalnız iki ölkənin dünya okeanı birbaşa çıxışı mövcud deyil. Azərbaycan, Qazaxıstan və Türkmənistan dövlətlərinin 3 ölkənin dünya okeanı birbaşa çıxışı yoxdur. Braziliya, Avstraliya və Kanada dövlətləri dünya okeanında geniş iqtisadi zonaya malikdirlər. Bəli.
Nigeriya və Hindistan əhalisinin milli etnik tərkibinə görə federativ ölkələrdir. Doğrudur. Mərakeş və Yaponiya konstitusiyalı monarxiya ölkələri qrupuna daxildir. Bəli. Vyetnam, Butan və Laosun Dünya okeanına birbaşa çıxışı var. Vyetnamın var, Butan və Laosun Dünya okeanına birbaşa çıxışı yoxdur. Doğrular olacaq 3, 4, 5. Növbəti testə baxaq. Uyğunluğu müəyyən edin. Deməli, Yaponiya, Almaniya və İspaniya. Musson iqlimi tipi xarakterikdir. Bu Yaponiyaya aid olacaq. 3 yarımkürədə yerləşir İspaniya. Əhalisinin əsas hissəsi German dil qrupuna aiddir. Bu Almaniyaya aid olacaq. Zeytun istehsalına görə dünyada qabaqcıl yer tutur İspaniya. Ərazisində Kobe limanı yerləşir Yaponiya. Deməli, 1-ə A, Y, 2-ə C, 3-ə də B, D yazmısınızsa düz yazmısınız. Situasiya tapşırıqları gəlir. Deməli, A dağları 2 yarımkürədə yerləşir. Bu dağın yamaclarına isti okean cəryanı təsir edir. 2 işıqlama qurşağında yerləşən bu dağlar inkişaf etmiş ölkələrin ərazisindədir. A dağlarının yerləşdiyi yarımadanın sahillərini bir neçə dənizin suları yuyur. Bu dağların şimal hissəsində gecə və gündüzün adi növbələşməsi pozulur. A dağları dövrlərinin sayı ən çox olan geoloji erada yaranmışdır. Onun ərazisindən bol sulu və sürətli çaylar axır. A dağlarının yerləşdiyi ölkələrdə əhalinin həm doğum, həm də ölüm səviyyəsi aşağıdır. Deməli, mətnə əsasən A dağları, söhbət hansı dağlardan gedir? Söhbət Skandinaviya dağlarından gedir, bildiyimiz kimi. A dağları və onun ən yüksək zirvəsi. Deməli, Skandinaviya dağları, ən yüksək zirvəsi Qalxapigen zirvəsi 2469 metrdir. Yerləşdiyi işıqlama qurşaqları, deməli, mülayim işıqlama qurşağı və qütb işıqlama qurşaqlarında yerləşir. Sonra deyir, bu işıqlama qurşaqlarında yerləşib A dağları ilə eyni geoloji erada yaranmış dağ silsiləsini, Ural dağlarını qeyd edəcəyik burada. Daha sonra A dağlarına uyğun gələn xüsusiyyətlər. Orada cədvəldə xüsusiyyətləri soruşur. Deməli, zirvəsinin adı, işıqlama qurşaqları, daha sonra həmin dağlardan başlayan çayların eroziya bazisi, töküldüyü yer, yəni Şimal Buzlu okeanı və Atlantik okeanıdır. Daha sonra deməli, A dağlarının yerləşdiyi yarımadanın, Skandinaviya yarımadasının sahillərini yuyan dənizlər, Baltik dənizi, Şimal dənizidir. Sonra həmin dağların, yəni Skandinaviya dağlarının yerləşdiyi yarımadanın, Skandinaviya yarımadasının sahillərinə hansı okean cəryanları təsir edir? Norveç cəryanı və Şimali Atlantik cəryanı təsir edir. Bu xüsusiyyətlər oldu, uyğun gələn xüsusiyyətlər. 60-a baxaq. A dağlarının, yəni Skandinaviya dağlarının yerləşdiyi ölkələrin adları. Burada yerləşir Norveç, İsveç, Finlandiya və bu ölkənin ərazisinin əsas hissəsinin aid olduğu dil qrupları. Dil qrupları olacaq German, deməli Norveç, İsveç, Finlandiya, Fin-İqor. Sonra əhalinin təbii artım tipi bu dövlətlərin. Təbii artım tipi 1-ci tip olacaq. Demoqrafik keçid mərhələsi isə bu dövlətlərdə 4-cü mərhələ olacaq. Bu qədər dəyərli abituriyentlər, sualların hamısının izahını verdim. Hər birinizə uğurlar arzulayıram. Maksimum motivasiya ilə inşallah qarşıda hələ növbəti şansınız da var. Həmin şansınıza hazırlaşın. Hər şey ürəyinizcə olar inşallah.